Yəni mallardan 4 sinifinə, 4 növdən zəkat çıxartmaq vacibdir. Birinci, zəkat nağdlarda, yəni qızıl və gümüşdə vacibdir. Qızıl, gümüş və onun hökmündə olanlarda zəkat vermək vacibdir. Nəydə vacibdir zəkat? Qızıl, gümüş və bir də onun hökmündə olanlarda, yəni nəqd kağız pullar kimi, qızıl və gümüş onların hökmündə olanlarda zəkat vermək vacibdir. İkincisi, ev heyvanlarından dəvə, inək, qoyun, keçilərdən özləri otaranlarda, yəni biri var ki, malqara özü otlayır, bir də var ki, sən özün onu ilin yarısından çoxunu sən ona ot alıb verirsən. Yəni səymən mənası necə ki hədisdə gəlib, hansı ki otlaqda otlayırlar və sən ona ot alıb vermirsən, xərcləmirsən. Bunlarda zəkat çıxartmaq nədir? Vacibdir. Dəvədir, inəkdir, bir də nədir? Qoyundur. Yəni keçi də qoyuna daxildir və eləcə də zəkat ticarət mallarında vacibdir. Yəni o şeylər ki, insan onları satır, ticarət üçün qoyulub. Yəni hansı növ olursa olsun, hansı şey olursa olsun, ticarət üçündürsə, onlarda zəkat vermək vacibdir. İstəyir qida maddələr olsun, yəni maddəsindən asılı olmayaraq, əgər həmin maddələrlə sən ticarət edirsənsə, buna deyirlər urudu ticarət, ticarət mallarında zəkat çıxartmaq vacibdir. İstəyir qida maddələri olsun, istəyir maşın olsun, istəyir tikinti materialları olsun. Yəni bütün bu mübah şeylərdə hansı ki insan onlarla ticarət eləyir, bunların hamısında nədir? Zəkat çıxartmaq vacibdir. Dördüncü, yerdən çıxan buğdalarda və bitkilərdə zəkat çıxartmaq vacibdir. Necə şəriətdə varid olan təfsilatına görə. Çünki Allah Taala buyurur ki: "Və atu haqqahu yawma hasadihi", onu biçdiyiniz günü onun haqqını verin. Ənam surəsinin 141-ci ayəsi. Yəni yerdən çıxarılan dənli bitkilərdə hansılar ki məkildir, yəni ölçülür, onlarda zəkat çıxartmaq vacibdir şəriətdə varid olan təfsilatı üzərində. Və bu 4 sinif malın da hərəsinin, zəkat mallarının da hərəsinin özünün hökmü var. Qızıl, gümüş pulun hökmü ayrıdır. Yerdən çıxarılanların hökmü, keyfiyyəti, miqdarı, sifəti ayrıdır. Heyvanların, ev heyvanlarının sifəti, çıxarılış qaydası, qədəri ayrıdır. Yəni hər bu zəkat çıxarılan malların hökmü nədir? Hökmü ayrıdır.